Ukrayna Milli Qvardiyasının Azov briqadasının kəşfiyyatçıları Donetsk vilayətinin şərqindəki Toretsk şəhəri yaxınlığındakı meşə zolağımın ətrafında işğalçı Rusiya ordusu əskərlərinin mövqelərinə hücum ediblər. Döyüşçülər Rus əskərinin gizləndiyi səngərə əl qumbarası ataraq onları məhv ediblər. Daha bir gizlənən Rus əskəri tapılaraq təslim olmağa məcbur edilib. Eyni zamanda əməliyyat zamanı itki verməyən Azov döyüşçüləri Rus əsirlə birlikdə öz mövqelərinə qayıdıblar. Кузя, ты тут? Кузя! Кузя! Кузя, ты тут? Кузя! Давай свою. Кузя, ты тут? Свои, ГРУ. Кузя. Кузя, выходи. Кузя! Я, сука, шутки с тобой шутить не буду, блядь! Вышел, сука! Вышел, блядь! Сука, я тебя, сука, уебу, нахуй! Не убивай, пожалуйста! Руки! Давай, блядь, выходи, сука! Выходи! Руки сюда иди, блядь! Сюда, по полю, сюда! Сюда, блядь, быстрее! Броню его! Снял броню, сука! Снял броню, нахуй! Быстро! Сюда контроль, туда контроль. Быстро! Давай, блядь, быстрее! Закрой рот, блядь, делай! Руки, Руки, сука! Пускай, сука, убью, нахуй! Давай сюда пиздуй! До него пиздуй! Сюда иди! Сюда! Стой! Сюда! Шел ебалом в пол, нахуй! Сюда! Двиг. Вперед, вперед, вперед. Еще проведите его туда, вот он, под деревцо. Ти проведеш допит? Да. І цей. Xəbər verildiyinə görə Rusiya 50 min əskərlə Sumu şəhərini mühasirəyə almaqla hədələyir. Bu şəhər müharibədən əvvəl 50 min nəfər əhalisi olan və sərhəddən cəmi 30 kilometr uzaqlıqda yerləşən bir mərkəzdir. Euromaydan Pressin verdiyi məlumata görə, Ukrayna hərbi hava qüvvələri Avropa ölkələrindən əldə etdiyi asaylı F-16 qırıcılarını Sumu vilayətinə daxil olan Rusiya alaylarına qarşı ABŞ istehsalı olan planlaşdırılan bombaları atmaq üçün istifadə edir. 2 ay əvvəl elit Rus pilotsuz uçuş aparatları qrupu Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətindəki Suca şəhəri ətrafında 600 kvadrat kilometrlik ərazidəki dayaq mövqelərinə gedən təchizat xətlərini kəsmişdi. 6 ay davam edən ağır döyüşlərdən sonra Ukraynalılar Kurskdən geri çəkilməyə məcbur qaldılar. İndi isə Ruslar Ukraynaya qarşı 39 ay davam edən geniş miqyaslı müharibənin şimal cəbhəsində üstünlüyünü genişləndirirlər. Ümumilikdə Kursk vilayətində azı 50 min Rus əskəri yerləşdirilib. Sərhədin o biri tərəfindəki Sumu vilayətində Ukrayna briqadalarının sayı daha azdır. Xüsusən də elit 82-ci Hava Desant briqadası Donetsk vilayətindəki Kosyantiyivka şəhərinə Rus hücumunu dəf etmək üçün ora göndərildikdən sonra bu şəhər Ukraynanın şərqdəki müdafiə sistemində kritik mövqedə yerləşir. 82-ci briqadanın
Ermənistanın və digər qüvvələri şərqə çatması Pokrovsk və Çasiv Yar arasındakı cəbhə xəttində Rus irəliləyişini ləngidib və bu Kramatorsk və digər əsas şəhərlərin yerləşdiyi istehkam xətti adlandırılan bölgənin xilasına səbəb ola bilər. Lakin bu Sumu vilayətindəki bəzi sərhəd kəndlərinin itirilməsi bahasına başa gəlib. Əgər Ukrayna ehtiyatlı davranmasa, Yunakivka və Vodolaxa kəndlərini də itirə bilər. Daha pis ssenaridə isə sərhəddən cəmi 30 kilometr uzaqda yerləşən Sumu şəhəri mühasirəyə alına bilər. Ukrayna Müdafiə Strategiyaları Mərkəzi xəbərdarlıq edib ki, Sumu istiqamətində düşmən hücumlarını gücləndirir. Kurskda yerləşən Rus qüvvələri sərhəd bölgəsində ehtiyatlar toplayır və Yunakivka ilə Vodolaxi arasındakı ərazidən irəliləməyə çalışır. Ukrayna quru qüvvələri şimal və şərqdəki ayrı-ayrı Rus hücumlarına qarşı müdafiəni davam etdirərkən, Ukrayna hərbi hava qüvvələri yaranan boşluqları doldurmağa çalışır. Ukrayna hərbi hava qüvvələri Danimarka, Niderland və Norveçin Avropa ehtiyatlarından vəd etdiyi 85 ABŞ istehsalı F-16 qırıcısından yalnız bir neçə onluğunu alıb. Bu təyyarələrdən 3-ü avqust ayından bəri döyüşlərdə itirilib. F-16'lar qiymətli resurslardır. Lakin Sumudakı təhlükəli vəziyyət onları döyüşə cəlb etməyi zəruridir. Ukrayna tərəfdarı olan Conflict Intelligence Team qeyd edir ki, F-16'lar ABŞ tərəfindən verilmiş 114 kiloqramlıq yüksək dəqiqlikli kiçik çaplı bombalar ilə Kursk ətrafındakı Rus qüvvələrinə zərbələr endirir. Ukrayna Müdafiə Strategiyaları Mərkəzi bildirib ki, F-16'ların bu rolda istifadəsi müəyyən qədər tərcümlü olub. Başlanğıcda onlar Ukrayna ərazisinin dərinliklərində hava hücumundan müdafiə üçün istifadə olunurdu və yalnız 2025-ci ilin qışının sonlarında Sumu cəbhəsi yaxınlığında MiG-29'larla birlikdə görünməyə başlayıblar. Mərkəz əlavə edib ki, bunun səbəbi ya yeni təyyarələrin gəlməsi, ya da döyüş gücünü artırmaq üçün yaranan təcili ehtiyacı ola bilər.